Mənim üstümə saldılar, trolları məni ermənipərəst adlandırdılar. Məni ermənipərəst adlandırdılar. Buradan deyirəm, mənim və yaxınlarımın hələ itkin düşənləri tapılmayıb. Mənim nəslimin, bizim yaxınlarımız, hələ itkin düşənlərimiz tapılmayıb 1-ci Qarabağ Savaşında. 1-ci, 2-ci Qarabağ Savaşında şəhidlərimizin sayı hesabı yoxdur. Mənim özüm və qardaşlarım hamısı cəbhədə yarımcan olmuşuq. Savaşlarda. Zaman olub erməni mənim başıma pul qoyub. İndi İlham Əliyev pul qoyubdur. Buradan deyirəm, ermənipərəst kimdir? İlham Əliyevin babası 1-ci Dünya Müharibəsindən qaçdı. Heydər Əliyev 2-ci Dünya Müharibəsindən, İlham Əliyev də Qarabağ Savaşından qaçmadı mı? Buradan sual verirəm, ermənipərəst deyirsiniz, elə mənə. Bəziləri deyir, erməni maliyyələşdirir. Ermənipərəst, ha? Azərbaycanın ən balaca polis rəisi, Azərbaycanın ən balaca icra başçısı Paşinyandan varlıdır. O gün deyir, 3 otaqlı bir evim var, satıb biraz yekə otaq almaq istəyirəm ki, bəzi toplantıları otaqda eləyirəm. Deyir, həm də köhnə uçulub tökülür. Paşinyan paylaşmışdı, evini satdığa qoymuşdu. Buradan deyirəm, İlham Əliyevin ən balaca icra başçısı Paşinyandan varlıdır. Yaxşı, İlham ilə biz pula hürüyən idiksə erməninin puluna. İlham Əliyev də pul nə qədər, en qədər İlham Əliyev ilə pul verər də, onun üçün hürüyərdik də biz elə uğraş idiqsə. Buradan sual verirəm, bizə ermənipərəst deyən 7 dönəm arxamı açıqladım, 7 dönəm arxamı, nəslimi, kökümü. Təmiz türk oğlu türkü. Yaxşı, buradan deyirəm, İlham Əliyevin nənəsi kimdə? Şamiyanın bacısı deyilmi? Şamiyandan uşağa qalmayıb be, satanik öz bacısından doğuzdurmayıb Heydər Əliyevi. Buradan deyirəm, Mehriban Əliyevanın soyu kökü erməni deyil mi? Buradan deyirəm, hətta Elçibəyin də bir tərəf erməni olduğunu mən deməmişəm mi? Namus və şərəf and içirəm. Yalan deyirəmsə qoy Elçibəyin nəsli, Heydər Əliyevin nəsli, Mehribanın nəsli, yalan deyənin nəslinin üstündən keçsin. Sual verirəm, buradan deyirəm, sənin indiki Vilayət Eyvazovun anası erməni deyil mi? Bəylər Əyyubovun təmiz bir tərəfi, Kürt bir tərəfi erməni deyil mi? Sənin prezidentin köməkçiləri hamısı erməni deyil mi? Biri biri bilirəm, Putin oğludur. Qeyri-qanuni oğludur, biri bilirəm, Hamısı erməni deyil mi? Ramiz Mehdiyevdən belə bu gün onun ətrafına gedə bilmirlər. Ramiz Mehdiyevdən belə erməni deyil mi? Sənin Müdafiə Nazirinin 1-ci arvadı, anası erməni deyil mi? Mən yalan deyirəmsə mənim nəslimi sevsin onların nəsli, sən yalanla trolluq eləyirsə sənin nəslini qucağından yerə qoymasın adını çəkdiklərimin nəsli. Mehriban Əliyeva erməni ilə araq çaxır içmək üçün sino getmirdi mi? Elə çıxış eləmədi mi? Bugün Xan kəndində olan ermənilərin bütün təminatı pulsuz deyil mi? Xəbərin olsun ki, Suriyadan nə qədər İraqdan ermənilər gətirib töküblər. O olmasın, bu olsun. Onlar gəlmirsə, bunlar gəlsin. Axırı ki, erməni olsun. 1600'e qədər 4 nəfər yaylıya pul vermirlər mi kartadan? Karta pul ötürmürlər mi? Sosial deyil, yəni. Sual verirəm buradan. İlham Əliyev Qarabağ ermənilərin qayıtması üçün deli kimi yalvarmır mı? Bugün İlham Əliyev Paşinyanın əlini sıxıb Paşinyanla bir araya gəlmir mi? Paşinyanla görüşmək üçün sino getmir mi? COP29'a yalvarmırdılar mı Paşinyan gəlsin? Bugün Paşinyanla dəstək istəyirlər. Amerika üçün, başqaları üçün. Başqa devletlərdən Paşinyan erməni lobbisindən.